Üzərlik Azərbaycanda qadağan oluna bilərmi? Bu videoda bununla bağlı danışmaq istəyirəm. Əgər sizə maraqlıdırsa, onda kanalı dəyişməyin. Bu barədə ətraflı məlumat verəcəm. Beləliklə. Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Qarşıma bir video çıxmışdı ki, Rusiyada hamımızın tanıdığımız, hamımızın bildiyimiz üzərlik bitkisi qadağan olunub. Mənə maraqlı gəldi ki, niyə qadağan olunub? Səbəbləri maraqlı idi. Biraz araşdırma apardım və aldığım nəticə mənə çox təəccübləndirdi. Sən demə, üzərlik bitkisi tək Rusiyada deyil, Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında, Avropanın bir neçə ölkəsində və Birləşmiş Ərəb Əmirliklərində qadağan olunub. Səbəbləri məni çox təəccübləndirdi, yəni heç gözləmirdim. İndi o səbəbləri beynimdən deyə bilməyəcəm, biraz elmi terminlərdir. Ona görə konspekt şəklində çıxartmışam, onu sizin üçün oxumaq istəyirəm. Üzərliyin qadağa olunma səbəbləri. Deməli, qadağan olunmuş və ciddi nəzarət edilən ölkələr. Səudiyyə Ərəbistan. Üzərlik psixoaktiv maddə kimi təsnif edilir. Bu bitkinin ölkəyə gətirilməsi, saxlanılması və ya satılması çox ağır cəzalarla, o cümlədən həbs və ya deportasiya ilə nəticələnə bilər. Birləşmiş Ərəb Əmirlikləri. Üzərlik toxumu və ya ondan hazırlanan məhsullar narkotik maddə kimi qiymətləndirilir. Xüsusilə toz və ya kapsul formasında gətirilməsi ciddi hüquqi məsuliyyət yaradır. Fransa. Üzərlik bitkisi və onun tərkibindəki əsas maddələr harmin və harmalin rəsmi olaraq qadağan edilmiş maddələr siyahısındadır. Avstraliya. Bitkinin tərkibindəki alkaloidlər, harmin və harmalin, Schedule 9 qadağan olunmuş maddələr siyahısına daxildir. Yalnız elmi tədqiqat məqsədi ilə xüsusi icazə ilə istifadə edilə bilər. Finlandiya və Litva. Bu ölkələrdə də üzərlik psixotrop bitki kimi tanınır və qanunsuz dövriyyəsi qadağandır. ABŞ-ın bəzi ştatları, Arizona, Kaliforniya, Kolorado, Nevada və Oregon kimi ştatlarda üzərlik zərərli alaq otu kateqoriyasındadır. Burada qadağan olunma səbəbi kənd təsərrüfatına vurduğu ziyandır. Kanada. Bitkinin özü sərbəst olsa da ondan alınan ekstratlar və təmizlənmiş alkaloidlər ciddi nəzarət altındadır. Deməli, qadağanın səbəbləri, üzərliyin qadağan edilməsinin iki əsas elmi və hüquqi səbəbi var. Birincisi, psixoaktiv təsir. Üzərliyin toxumlarında mərkəzi sinir sisteminə təsir edən harmin, harmalin və tetrahidroharmin kimi alkaloidlər var. Bu maddələr halüsinasiya səbəb ola bilər və bəzi ölkələrdə narkotik tərkibli hesab olunur. Bir də MAO inhibitoru. Bu maddələr insan orqanizmində bəzi fermentlərin fəaliyyətini dayandırır. Bu isə müəyyən qidalar və ya dərmanlarla birlikdə qəbul etdikdə orqanizm üçün ölümcül təhlükə yarada bilər. Yəni, belə bir üzərlik barədə belə bir məlumat var. Üzərliyi biz dədə-babadan istifadə etmişik, göz dəyməyə qarşı və yaxud da tutalım ki, özümüzü pis etdikdə üzərlik yandırıb tüstüsünü özümüzə vururmuşuq, sən demə ziyanmış. Belə. Bunu sizə məlumatı verməkdə məqsədim nədir? Rusiya və yaxud adını sadaladığım ölkələrə, qohumunuzun, yaxınınızın yanına gedəndə üzərliyi özünüzlə aparmayın. Ciddi qanun pozuntusu etmiş ola bilərsiniz və fəsadları ciddi ola bilər.
Belə, demək istədiyim bu qədər oldu, bu qədərdir. Maraqlı oldusa, videonun və burada aşağılarda hardasa sol tərəfdə, mənim sol tərəfimdə sizin sağ tərəfinizə düşür. Bəyən düyməsi var. Dizlayk etmək istəyirsinizsə, bəyənmədinizsə dizlayk edə bilərsiniz. Şərhlərinizi mütləq gözləyirəm. Kim bu halla rastlaşıb, kim bu halla qarşılaşıb, başına gəlib belə bir hal, şərhinizi yazın. İradlarınızı, təkliflərinizi, fikirlərinizi də yaza bilərsiniz. Burada bölümdə dərmanlar var. Bu videonu çəkməzdən qabaq yazda bağda görüləcək işlər haqqında bir video çəkdim. Hansı dərmanlar nə üçün, nə zaman istifadə olunur, onları da dedim. Əgər maraqlıdırsa, videonun sonunda bu videoya keçid verəcəm. Baxarsınız. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Səbriniz çatdısa, hövsələniz çatdısa, nə xoş mənə. Təşəkkür eləyirəm izlədiyiniz üçün.